Ataların belə bir deyimi var, çox gəzən çox bilər. Bu məsəl heç də boşuna deyilməyib və hər zaman öz təsdiqini tapıb. Çünki dünyada elə gözəlliklər var ki, onu nə eşitmək, nə də televiziyada izləməklə anlamaq olur. O gözəlliyi dadmaq üçün yaxın olmaq və onu yaşamaq lazımdır. Bütün bunlar isə təbii ki, maddiyyata bağlıdır. Lakin bir Azərbaycanlı səyyaha imkanının zəifliyi təsir edə bilmir. Bərdə rayonunda böyüyən Ramil uşaq yaşlarından hər zaman səyahətə çıxmaq arzusunda olub. Elə bu səbəbdən də o, bütün çətinlikləri nəzərə alaraq velosipedi ilə dünya turuna çıxıb. O vaxtı kitablara baxanda gözəl xəritələr çap edəcək Rusun vaxtında, o Sovetlər dönəmində. Elə xəritəyə aşıq oldum demək olar ki. Çox maraq gəldi. Pəncərəni açanda tamamilə Qafqaz sıracaqları o qarlı, gözəl vidi görsən hər zaman. Dedim, mənim ülkəmizi ora çağırır. Mənim maraq o qədər maraqdır ki, o dağın o tərəfində nələr var? Artıq 4 ildir ki, dünya ölkələrini gəzən Ramil hələ ki 21 ölkəyə səyahət edib. İlk ayaq basdığı ölkə Rusiya, ən çox bəyəndiyi isə İsveçrədir. Onun nəqliyyat vasitəsi kimi velosipedi seçməsi də təsadüfi deyil. Deyir ki, səyahət zamanı o qədər maraqlı hadisələrlə qarşılaşır ki, saymaqla bitməz. Avropaya getdim, İsveçrəni mən bəlkə də deyərəm dünyanın ən kültürlü bir ölkəsi sayarım. Yol boyu gedirəm, dayandım, yine nahar vaxtım. Yemeğimi dinlendim, yemeğimi yerim. Arkamda da yol o tərəfində biraz uzakta böyle bir fabrika var. Deməli orada məni izləyirmişlər, gençlər. Ben oturup çöreğimi yedim. Yığışanda gördüm ki, bana 4 tane genç yakınlaşır. Biraz anlaştık onlarla İngiliz dilinden. Ben bana dedi ki, hara gelirsen, benim anlattım yani turumu, yani bu bildiğim kadar yani məlumatı verdim. Dedim, bugün ben işteyim, akşam evde olmayacağım. Ama benim evimin açarlarını, adresini de yani verdi telefonda, yani açtık baktık, yani evinin açarını bana evine itibar etti. Yani oradaki insanların dünya görüşü səviyyəsini gördüm. Mən şəxsən başladım özümdə tərbiyə işləri aparmağa. Ramil deyir ki, səyahətə çıxmaq onun həyat tərzinə çevrilir. Ucqar dağlardan tutmuş şəhərlərədək hər yeri qarış-qarış gəzən səyahətçi müxtəlif problemlərlə qarşılaşır. Ən böyük çətinlik isə ona təbiət yaradır. Yağışlı, qarlı, şaxtalı havalarda yoluna davam etmək üçün o hər zaman hazırlıqlı olmalıdır. Yəni bu hasad bir iş deyil. Yəni mən gedirəm yasırı səyahət. Bir də hazırda çöldə mənfi 12 dərəcə şaxta var. Qar da yəni. İnsan mənfi 12 dərəcədə şaxtada yolda getməlisən, yeməlisən də, içməlisən də, gecələməlisən də. İndi bu nə qədər psixoloji baskıdır. Təchizatım çox yüksək səviyyədədir. Çox təchizat, yəni bir nömrəli təchizat, yəni təchizatsız heç sana getmək olmaz. Yəni səyahətin birinci qanunu, təchizat. Gözəl çadırın olacaq, giyilər geyimli olacaq, soyuğa qarşı, yağışa qarşı, yağmura qarşı bütün təchizatın olmalıdır. 38 yaşlı səyahətçi hələ uzun müddət dünyanı gəzməyi planlaşdırır. Hazırda Ukraynada olan Ramil səyahətdə olduğu digər ölkələrdə də diqqət mərkəzində olmağı bacarır. Onun gündəlik xərclərinə gəlincə, şəhərlərdən asılı olaraq bu məbləğ 5-10 dollar arasında dəyişir. Bəzən pul qazanmaq üçün yad ölkələrdə çalışdığı vaxtlar da olub. Təbii ki, dünyanı velosipedlə gəzən bir şəxsin danışacağı çox şey var. Ancaq vaxt azlığından yalnız bu qədərini təqdim edə bildik. Əgər siz hələ də səyahət üçün pulun önəmli olduğunu hesab edirsinizsə, o zaman bir daha düşünün.